Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, təxminən bir 15 gün olar belə bir motoblok aldıq. Amur firmasının 7 at qüvvəli 2 irəli 1 geri sürət rejimi var. Arxasında da belə bir çotanı var. Belə də yerəkir. Tərs qoşanda da çotandır. Bilan açır. Burada bunun təkər yerinə qoşulan o freezer bıçaqları var. Burada onları da göstəreyim. Sonra üstündə gələnlərdən bu qanətlərə təxmini bu qədər gələnə qədər əlavələr var da bir qarış qanətlərinə əlavə oluna bilər. Onu mən eləmədim əlavə. Sonra burada açar qab var. Bir iki dənə açar atyorkası, nə bilim, sveçə çardadı var. 7 at qüvvəli. Dəqiq markası da nədir burada yazılıb. Boş çəkisi 92 kilodur. Haradasa burada yazılmış olmalı. Ekranda görünmüyor ola bilər. Sürəti də bu da 1-lə 2 irəlidir. Neytral boşdur, yəni bu da sürət qutusunun dəstəyi. Yəni bunu irəli eləyəndə 1 olur. Ortada boş, geri 2. Geri sürmək istəyəndə də bu da müftasıdır. Bunu basılı tutanda gedir. Geri sürmək istəyəndə də budur. Buradan sürəti neytral eləyirik. Nə 1-də, nə 2-də olmur. 1-lə 2 irəlidir. Bunu neytral eləyirik. Bunu çəkili tuturuq. Bir də bu müftəyə basılı tutanda geri gəlir. Bu da qaz, əl qazı. Bu da xodov keçirmə çarıdır. Xodlamağı da budur. Çatı ilə. Ayrıdır nəyi var? Motoruna təxminən 600 qram yağ gedir. 10W40 yağı. Sürət kutusuna da litr yarım yağ gedir. Buradan da dolma yeri. Onu satan hamısını özləri verir. Yağın nədir, markası, modeli nədir, hamısını özləri deyir. Benzinləndir. Benzin Bakıda təxminən bir 5 litr olar mənim fikrimcə. Heç arasına yazmıyor, amma elə olacaq. Dostlar, bunun dinamosu yoxdur. Bəzilərində burada katuşkadır o dinamo. Tok verməyə, işıqzad qoşmağa. Bunda yoxdur. Bunda mən belə fikirləşirəm ki, bu şnur o düyməyə gedir, açar düyməsinə, xodov keçirənə. Bu düymədən tok ala bilir, amma qaz verəndə artır. Zəifdir burada tok. Qaz verəndə artır. Buna stabilizator qoşsaq alındıra bilərik. Buna işıq düzəltmək istəyirəm. Bir də arxasına qoşqu düzəltmək istəyirəm. Bıçaqları da bunlar deyirək kənləri. Hərəsi 3 dənəlikdir. Əslində bunun hərəsi 4 qatar idi. Hər tərəfdən bir qatarını mən sökmüşəm. Çox enli olur, lazım gəlmir o boyda zora salmaq. Ona görə ki, mən öz kimi görürəm. Öz kimi görməkdən ötürü almışam. Hər il 550-600 lira pul veririk biz motoblok işinə. Hazır bir dəfəlik özümüzə alaq dedik. Bir də dostlar, bunun təkər arasını gödərtdim. Biz əsas istixanada qartof işinlə məşğuluyuq. Qartof bilanlarının ara məsafəsinə görə. Təkərin bu ortasından, bu təkərin ortasına qədər zavod ölçüsü 63 santi idi. Mən onu 43 santi yenlədim. Buradan hər tərəfdən 10 santi gödərtdim bunu. Bu bir tərəfindən də, bir də o bir tərəfindən də bu qədər gödərtdim. Hərəsindən 10 santi kəstim. Buradan kəsilə bilər, bu çulok çıxır, təkərlə bərabər. Bu şponkoyu çıxardığında. Çuloku qıraqda kəsdim.
Balqarka ilə kəsdim. Bunu nə qədər kəsmişdimsə, eyni ölçüdə də bu şponka keçən yerini buradan təzədən drellə açdım. İki tərəfli şponka yeri var. Baxın, bu tərəfindən baxanda o tərəf görünür. İki tərəfində şponka yeri var. Drellə açdım. Mənə dedilər açılmayacaq, çətin olacaq, amma asandır. Heç bir çətinliyi yoxdur. Bu da bunun qulpunu boyumuza görə tənzimləmək. Buradan boşaldıb tənzimləyirik, bərkilirik. İşlətməyi də elə çətin deyil. Yer əkəndə bunu birinci sürətə qoşuruq. Bunda çəkil tuturuq, azca da lazımdırsa qaz veririk biraz. Bilan açanda da onun kimi, yenə bilan açanda öz təkərlərini qoşuruq. Bu çotanı da bu şponkoyu çıxardıram, çotanı tərs qoşuram. Bu çotan bura aşağı düşür. Cız açmağa. Bunun ikinci sürətini buraya mən indi arxaya qoşqu qoşacağım, qoşqu düzəldəcəm. Onun da videosunu çəkib göstərəcəm, nə tər düzəltmək lazımdır. Amma hələ bəlkə bir ay, yarım, 2 ay çəkər qoşqu düzəltməyim. Onu da çəkib göstərərəm. Qoşqu olanda bunu ikinci sürətlə sürə bilirik. Yoxsa çox yengilir. Yadımdan çıxmamış, bunu da göstəreyim. Arkada ötürücü valı var bunun. Bu qapaq çıxır, 2 dənə bolt boşalanda bu qapaq çıxır. Qapağın altında ötürücü valı var. Buna ot biçən, nə bilim, nəsə qoşmaq olur. Bunu qoşmaqdan ötürü də bunun rollu çıxardıb, buradan rol açılır, təmiz çıxır. Rol tərsinə qoşulur bu tərəfə, ya da bu 4 dənə boltdan da açıla bilər. Rol tərs qoşulur, rol olur bu tərəfdə. Bu sürət qutusunun bu dəstəyi də bu tərəfdə yeri var, baxın, çıxıyor, buraya qoşulur. Amma bunun bu yerini düzəltməyiblər axırı bu tərəfdə. Neyse, onu bir şey fikirləşmək olar. Amma əsas bu var. İndi xodduyaq. Xodduyanda bu açıq rejimdə olmalıdır. Bunu basanda keçir. Ondan sonra bu pasosu çəkirik. Xodduyan kimi pasosu geri bırakırıq. Motor çox qızğın olanda pasosu çəkmək lazımdır. Dostlar, biz o traktoru təzə almışdıq. Sadəcə təxminən 15 gün olar aldığımız. Biraz işlətmişəm deyinirlər. Biraz kərli görünə bilər. Niyə həmən gün çəkmədim videoyu? Həmən gündən başladı yağış, qar. Həmən gün aldığımız gün biraz işlətdik. Yağış yağmaya başladı. Ondan sonra yağış oldu, qar oldu. Neçə gündür yağış, qar imkan vermirdi. Sadəcə bu gün vaxtım oldu video çəkməyə. Traktorun qiyməti də 1000 lirdir. Marnoldan aldıq bazardan. Eləsi əl tırtırar satılan yerdən. 1000 liraya aldıq. Dediyim kimi onun arxasına da qoşquyu özümüz yığacağıq. Qoşqusu var idi 1400 liraya. İstəmədik. Lazım olan dəmirlər, parçaları tapıb ya özümüz düzəldəcəyik onu. Qayna aparatım var, balqarkam, hər şeyim var. Nətər lazımdır, özüm istədiyim ölçüdə düzəldəcəm. Onun da videosunu çəkib paylaşacağım gene. Amma hələ yox, hələ təxminən bir, gene deyirəm, ay, yarım, 2 ay çəkər mənə qoşquyu düzəltməyə, bəlkə də daha artıq. Neyse dostlar, bu videomuzda belə oldu. Salamat qalın, gələn videomuzda görüşərik.